Ermənistan və Fransa hərbi əməkdaşlığını gücləndirir. 2023-2024-cü illər ərzində tərəflər 274 milyon avrodan çox dəyəri olan silah müqaviləsi imzalayıb. Bu barədə Fransanın Müdafiə Nazirliyi parlamentə hesabat təqdim edib. Məlumata görə İrəvandan bu əməkdaşlığı şaxələndirmək üçün Yelisey sarayına müraciət olunub. Məqsədin isə ölkənin müdafiə imkanlarını artırmaq olduğu bildirilir. Bundan başqa vətəndaşların təhlükəsizliyinin təminatı da diqqətə alınıb. Əməkdaşlıq çərçivəsində təlimlərin keçirilməsi də nəzərdə tutulur. Lakin diqqət çəkən məqam isə Fransa-Ermənistan hərbi əməkdaşlığının son illərdə gücləndirilməsidir. Çünki 2022-ci ilə qədər Paris İrəvana silah tədarükü etməyib. Regionda əlaqələrin normallaşma prosesi getdiyi bir vaxtda Paşinyanın kabinetinin bu addımları təəccüb doğurub. Hərb dairələrinin nüfuzu kifayət qədər yüksəkdir və onlar inandırmağa çalışırlar ki, Paşinyanın potensial təhlükə var və potensial təhlükənin müxtəlif məsələlər üzərindən dilə gətirməyə çalışırlar. Yəni bir növ sanki bir Damokl qılıncı kimi Paşinyanın və bütövlükdə Ermənistanın üzərində hansısa bir hərbi müdaxilə təhlükəsi var. Yəni bax bu narrativi hər zaman gündəmdə saxlamağa çalışırlar. Hesabata əsasən Ermənistana Sezar özü yeriyən haubitsalar da tədarük olunacaq. Bu yüksək manevr qabiliyyətinə və uzaq mənzilli atəş gücünə malik artilleriya sistemidir. Sözü gedən haubitsalar koordinat dəqiqliyinə sahibdir. Doldurma və atəş prosesi kompüterlə idarə olunur. Təyyarə ilə daşınması mümkündür. Dağlıq və çətin relyefdə hərəkətə uyğundur. Vur və uzaqlaş prinsipi ilə işləyir. Atəşdən sonra sürətlə mövqeyi tərk etmə qabiliyyəti onun düşmən zərbəsinə tutulmaq riskini azaldır. Ənənəvi və raket dəstəkli mərmilərlə uzun məsafələrə hücum imkanına malikdir. Taktiki manevrlər üçün uyğun hesab olunur. Avtomatlaşdırma və effektiv dizayn sayəsində ekipaj sayını azalda bilir. Ölkənin mövcud logistikasına uyğunlaşdırmaq mümkündür. Yeni mərmi növləri, avtomatika və müdafiə sistemləri əlavə etmə imkanı var. Çox məqsədli istifadəyə malikdir. Sahə artilleriyasından tutmuş dəqiq atəş və hərbi əməliyyatlarda dəstək rolu üçün istifadə oluna bilir. Bundan başqa 15 tank əleyhinə raket və onların buraxılış qurğuları ilə təchizi gözlənilir. Bu eyni zamanda sülh danışıqlarına təhdiddir. Nə qədər ki Ermənistan desə ki bu silahlar müdafiə silahlardır, amma əksinə hücum silahlardır və Fransa Cənub Qafqazda möhkəmlənmək istəyir. Afrikada itirdiyi mövqeləri Ermənistan vasitəsilə Cənub Qafqaza gəlmək istəyir. Bir tərəfdən də Ermənistan sülh istədiyini bəyan edir, amma Ermənistanın silahlanması bu sülh niyyətləri ilə üst-üstə düşmür. Ermənistan üçün bu son şansdır. Tərəflərin hərbi əməkdaşlığının genişləndirilməsi prosesi 2023-cü ildə zirvəyə çatıb. İrəvanda Fransanın müdafiə missiyasının yaradılması sıx əlaqələrin qurulmasına şərait yaratdı. Yelisey sarayının hesabatına əsasən bu tərəflərin münasibətlərini gücləndirməsi üçün ən yaxşı yolları təqdim edir. Həmçinin dağlıq ərazilərdə döyüş bacarıqlarının artırılması da razılaşmaya daxildir. Bundan başqa hərbi sənaye sahəsində müxtəlif layihələr də müzakirə mərhələsindədir. Analitiklərin fikrincə İrəvan sülh ritorikası ilə çıxış etdiyi halda hücum tipli silahların alışından yayınmalıdır. Ermənistanın bu addımlarının regiondakı normallaşma prosesinə təsir edəcəyi ehtimal olunur.